Salam yoldaşlar, hər vaxtınız xeyir. Güvən test topusundan izahlarımıza davam edirik. Növbəti izahımız çevrə zəbər vüsətdə hərəkət bölməsinin xətti sürət mövzusudur. A və B testlərinə baxmışdıq. İndi də test C-nin suallarına baxırıq. İlk sualımızdan başlayaq. 1. Radiusu 120 metr olan çevrə üzrə 30 metr bölü saniyə sürətlə bərabər sürətdə hərəkət edən cisim nə qədər vaxtda bu A nöqtəsindən K nöqtəsinə çatır? Deməli, burada bizə nəyi verib? Bizə verib radiusu 120 metr. Sürəti bizə verib 30 metr bölünsün saniyə. Bizdən A-dan K-yə qədər olan zamanı istəyir. Pi də 3-dür. Burada 120 dərəcə dönüb. Onda mən dönmə bucağım 120 dərəcədirsə, dövrü tapacağam. 120-ni böləcəm. Tam bucaq 360 dərəcəyə. Burada bu nə qalır? 360-ı bölürəm 120-yə qalır 3də 1. Deməli, dövrü 3də 1-dir. İndi sürətin üstürü, dövr sayının üstürü V bərabər 2 pi r n bölünsün t. Burada n böyük hərfinə işarə olunur dövr sayı. Burada mən zamanı tapanda kiçik t-ni 2 pi r n bölünəcək nəyə? V-yə. 2 pi'si 3, radiusu 120, dövr sayı 3də 1 bölünür sürəti qiymətini 30-a. 3 3də 1 ilə getdi, yəni 1 qaldı, 3-lər getdi. 120 də 30-a bölünür neçə dəfə? 4 dəfə. Onda 2-ni vuranda 4-ə qiymətim olur 8. Deməli, cisim A nöqtəsindən K nöqtəsinə 8 saniyə ərzində çatmış olur. İlk sualımızın cavabı C variantı. Keçək növbəti sualımız ikinci suala. Bizə deyir ki, radiusu 20 desimetr olan çevrə zərbərsətdə hərəkət edən cismin, yəni radius R 20 desimetrdir, bunu qeyd edək burada. Və cavablarda metr görürəm. Deməli, bunu metrə çevirəndə 1 desimetr neçə metrdir? 1 desimetr 10 metrdir, yoxsa 10-da 1 metrdir? 10-da 1 metrdir. 1 metr 10 desimetrdir. Onda 1 desimetr bunun tərsi olacaq. 10-da 1 metr olacaq. Onda 20 desimetrdə 20 vur 10-da 1, yəni 2 metr olur. 2 metr 20 desimetrə bərabər. Deməli, radiusumu metrlə ifadə elədim. İndi, başqa deyir ki, cismi xətti sətini tap, dönmə bucağının zamanı hansı qrafikini verir. Deməli, delta fisi, yəni başlanğıc dönmə bucağı 2-dir, sonda 8-dir. 8-dən çıxıram 2-ni, deməli, bizim dönmə bucağımız 6 radiana bərabərdir. Bucaq sayını tapıram, omega bərabər delta pi bölünsün delta t ilə. 6-nı bölürəm, neçə saniyə keçib? 0-dan 2-yə, yəni 2 saniyə. T'si 2-dir. Onda bucaq sürətinin qiyməti olur 3. Bunu da tapdıq. İndi xətti sürətini necə tapa bilərik? V bərabər omega vurulsun r-dən. Bucaq sürətdən radiusa vuranda xətti sürətinin qiymətini tapmış oluruq. Bucaq sətini tapdıq 3, radiusu da tapmışdıq 2, 3-ü vuracam 2 olacaq 6. Deməli, xətti sürətin qiyməti 6 metr bölü saniyə bərabərdir. İkinci sualın cavabı beləliklə B variantı olur. Növbəti sual 3. Bizə deyir ki, dönmə bucağının zamanı hansı qrafikini vermişəm, xətti sürətin modulunun zamanı hansı qrafiki hansıdır? Ümumiyyətlə, çevrə bərabər sürətdə hərəkətdə xətti sürətin modulunun zamanı qrafiki sabit qrafikdir. Yəni, xətti sürət modulca sabit qalır çevrə bərabər sürətdə hərəkətdə. Yəni, P-nin T-dən hansı qrafiki belədirsə, yəni düz mütənasibdirsə, P bərabər omega vurulsun T, omega bərabər P bölünsün T idi. Burada P-nin T-dən asılığı düz mütənasib olduqda digər üçüncü kəmiyyət, yəni omega sabitdir deməli. Və V bərabər omega vurulsun R-dir. Bizə radiusu da sabit verib, yəni verilmiş radiusu deyir. R sabit, omega sabit, bu sabit, bu sabit. Deməli, bu da avtomatik nə olur? Sabit olur. Deməli, xətti sürət modulca sabit qalır. Sabit qrafikdə necə idi? Bu formada idi. Üçüncü sualın cavabı beləliklə B variantı olacaq. Həmçinin dördüncü sualda da yenə eyni qaydamızdır.
Bucaq sürəti sabitdir. Radius sabitdir. Deməli, yenə xətti sürət modulda sabit qalır və üçüncü sualın kopyası. Dördüncü sualın cavabı A variantı. Keçək növbəti səhifəmizə 5-ci sualdan davam edirik. Bizə deyir ki, radius verilib, verilmiş radiuslu hərəkət edən maddə dövrə periodu 1 saniyədir. Onun dövrə periodu 3 saniyə artarsa, xətti sürəti necə dəyişər? Deməli, yoldaşlar, burada əvvəlcə periodun qiymətini yazırıq 1 saniyə. Deməli, periodun qiyməti 1-dir. İndi periodun qiymətini 3 saniyə artırdıq. 1 idi, 3 saniyə artırdıq, oldu 4. Deməli, period 1-dən 4-ə gəldi. Yəni, periodun qiyməti 4 dəfə artdı. Onda xətti sürət necə dəyişəcək? Radius verildiyi üçün düsturda radius olmalıdır. Xətti sürətin periodla düsturu bərabər düsturu vardır. V bərabər 2 pi bölünsün t. Radiusda düsturdadır. Onda VT-dən, yəni xətti sürət perioddan necə asılı olacaq? Tərs münasibət asılıdır. Çünki period məxərcdədir. Deməli, periodun qiyməti 4 dəfə artanda, onda xətti sürətin qiyməti necə dəyişəcək? 4 dəfə azalacaq. Deməli, cavabımız olacaq 5-ci sualda B variantı. 6. Disk sabit tezliklə O nöqtəsi ətrafında fırladılır. B nöqtəsinin O nöqtəsinə nəzərən sürətinin modulunu bizdən istəyir. Tutaq ki, bu saat əqrəbi istiqamətində fırladılır. Bu zaman B nöqtəsində sürətin istiqaməti olacaq sağa doğru, A nöqtəsindən sürətin istiqaməti olacaq sola doğru. Bizdən də B nöqtəsinin mərkəz nöqtə, yəni O nöqtəsinə nəzərən sürətin modulunu istəyir. Burada B nöqtəsinin mərkəz nöqtə, yəni O nöqtəsinin nəzərən sürətinin modulu elə B nöqtəsinin öz sürətinin qiymətinə bərabərdir. Yəni biz burada elə V, B-nin qiymətini tapdıqda cavabımızı almış olacağıq. İndi burada biz radiusa görə baxırıq. V bərabərdir omega vurulsun R düsturu. Təbrizə və vüsətdə hərəkətdə omega sabitdir, yəni bucaq sürəti sabitdir. Onda V R-dən düz mütənasib asılıdır. Bizə şərtdə deyir ki, OA bərabərdir 2OB. Yəni A nöqtəsinin mərkəzi olan məsafəsi B nöqtəsinin mərkəzi olan məsafəsindən 2 dəfə çoxdur. Yəni radiusu 2 dəfə çoxdur. Onda radiusu 2 dəfə çox olduğu üçün sürəti də 2 dəfə çox olacaq. Biz B nöqtəsinin sürətini tapdıqda A nöqtəsinin sürətini bölürük 2-yə. A nöqtəsinin sürəti 8-dir. 8-i böləndə 2-yə cavabımız olur 4. Deməli, B nöqtəsinin sürətinin qiyməti, yəni mərkəzdəki nöqtəyə nəzərən nisbi sürətinin qiyməti 4 metr bölünsün saniyə bərabərdir. 6-cı sualın cavabı olur beləliklə B variantı. Növbəti sualımıza keçirik. 7-ci sualdan davam edirik. Radiusu 1 metr olan çevrə üzrə bərabər sürətdə hərəkət edən cismin döyüşmə periodu 4 saniyədir. Cisim A nöqtəsindən B nöqtəsinə gələnə qədər yer dəyişməyə görə orta sürətini hesablayın. Aha. Bizə burada nə verib? Bizə burada verib ki, radiusu 1-dir. Periodu 4 saniyədir deyir. Periyod 4 saniyədir nədir? Yəni 1 tam dövrə sərf olunan zaman 4 saniyədir. Onda 4 dənə bölgü olduğu üçün hər bir bölgə nə qədər düşür? 1 saniyə düşür. Yəni A-dan bu nöqtəyə qədər də 1 saniyə gəlir. Bu nöqtədən B-yə 1 saniyə gəlir. B-dən bu nöqtəyə 1 saniyə gəlir. Bu nöqtədən A-ya 1 saniyə gəlir. Ümumi periyod da olur 4 saniyə. İndi A-dan B-yə deməli çevrənin yarısını gedibsə, yarım periyod. Yəni T bərabər T bölü 2, 4 bölü 2, 2 saniyəyə A nöqtəsindən B nöqtəsinə gəlmiş olur. 1, 1, 2 saniyə A nöqtəsindən B nöqtəsinə gəlmiş olur. Zamanı tapdıq ki, bizə deyir ki, yer dəyişmək orta sürət. Yer dəyişmək orta sürət tapmaq üçün nə etmək lazımdır? Elə yer dəyişməni bölməliyik zamana. Yer dəyişmə də nədir? Başlanğıc vəziyyət, onun son vəziyyətlə birləşdirən istiqamətlənmiş düz xətt parçası. Yəni A ilə B-ni birləşdirdikdə bu bizə verir elə nəyi? Diametri. Yəni yer dəyişməsi diametrə, yəni 2 r-ə bərabərdir. Radiusun qiymətini bizə verib 1, 2 vur 1. Deməli, yer dəyişmənin qiyməti oldu 2. İndi orta sürəti tapıram. Yer dəyişməni bölürəm zamana. 2-ni bölürəm 2-yə. Deməli, orta sürətin qiyməti 1-ə bərabərdir. Cavab olacaq 7-ci sualda A variantı. Keçək növbəti sualımıza.
8. Maddi nöqtə cebri zərbəti hərəkəti periodun yarısına bərabər olan müddətdə maddi nöqtənin yerləşməyə görə orta sürəti 12 metr bölü saniyə olmuşdur. Maddi nöqtə çevre özü hansı sürətlə hərəkət edir? Deməli, bizə şərtdə nə deyir? Deyir ki, periodun yarısına bərabər olan müddət, yəni zaman bərabərdir, period bölünsün 2, t bölünsün 2-yə. İndi, yerləşmə orta sürəti də bizə verib 12 metr bölünsün saniyə. İndi, zaman periodun yarısıdırsa, deməli bu nə edib yenə yarım çevrə gedib də. Yəni A-dan misal üçün B-yə gəlir. Ümumi dövrün yarısını getmiş olur. Yəni yarım çevrə. İndi burada yerləşməni tapanda yerləşmə yenə diametr olur. Başlanğıc nöqtəni son nöqtəyə birləşdirdim. Başlanğıc nöqtəni son nöqtəni birləşdirdim. Bu bizə verir yerləşməni. Deməli 2R. Yerləşməsi 2R-ə bərabərdir. İndi bizə deyir ki, nəyi tap? Sürəti tap. V-ni tap. Xətt sürəti tap. Aha. Orta sürət bərabərdir nəyə? Yerləşmə bölünsün zamana. Yerləşmə orta sürət yerləşmənin zamana nisbətinə bərabərdir. Yerləşmənin yerinə yaza bilərəm nəyi? 2R. Zamanın yerinə yazarım. Zamanın yerinə yazacağım t bölünsün 2-ni. Yəni period bölünsün 2. 2 yuxarı qalxır olur 4R bölünsün t. Bu tipli sual topuda da var. Dim test topusunda. Burada periodun yerinə nə yaza bilərik? Periodun yerinə yaza bilərik. Periodun xətti sürətinin üstürü 2πr bölünsün v. Yəni v bərabər 2πr bölü t-dən periyodu tapanda t bərabər olur 2πr bölünsün v. Bunu yazıram 4r bölünsün 2πr bölünsün v-yə. Əllər gedir, nə qalır burada? V yuxarı qalxır olur 4v bölünsün 2p. 4 2-yə bölünür, olur 2v bölünsün pi. Aha. Deməli, orta sürət bərabərdir 2v bölünsün pi-yə. İndi buradan xətti sürəti v-ni tapanda orta sürəti vururam pi-yə, bölürəm 2-yə. Aha. Orta sürətin qiymətini 12 verib, pi 3 böldü 2-yə. 12 vur 3, 36, 36-nı böləndə 2-yə qiymət olur 18. Deməli, xətti sürətin qiyməti 18 metr bölü saniyə bərabərdir. 8 son cavab 5 də B variantı oldu. Keçdik növbəti suala 9-a. Eyni radiusu çevrəli hərəkət edən cisimlərdən birincisi 6 dövr edir. Deməli, radiuslar bərabərdir. Bu, hara getdi bu? Qələmi düzəldək. Deməli, radiuslar bərabərdir deyir. Birincisi 6 dövr edib. İkincisi də 4 dövr edib. İndi bizdən xətti sürətlərin nisbətini istəyir. Xətti sürət dövr sayının düsturu V bərabər 2πr bölünsün t. Yəni, zamanlar deyir bərabərdir, həmin müddət deyir. Zamanlar bərabərdir. Radiuslar bərabərdir. Onda xətti sürət dövr sayına necə asılı oldu? Düz mütənsib asılı oldu. Onda birincinin xətti sürətinin nisbətini ikinciyə böldükdə, yəni birincini ikinciyə böldükdə, bu elə n1 bölünsün n2-yə bərabərdir. Düz mütənsib. Onda 6-nı bölürəm 4-ə, deməli cavab olur 1/5. Birincinin dövrü ikincinin dövründən 1/5 dəfə çox olduğu üçün xətti sürətin qiyməti də 1/5 dəfə çox olacaq. 9 sualın cavabı B variantı. Qapalı suallar bu qədər. Keçdik. İndi açıq suallarımıza 2 dənə sual qalır. 10. Cisim radiusu 12 metr olan çevrə bərabər sürətlə hərəkət edir. 3 saniyə ərzində A nöqtəsindən K nöqtəsinə çatır. Bu cismin sürətini metr bölü saniyəni hesabla. Deməli, bizə nə verib? Radiusu verib 12 metr. Zamanı verib 3 saniyə. Aha. A-dan K-ya çatır. Aha. Deməli, 3 bölgü. A-dan K-ya 3 bölgü. Deməli, hər birinə nə qədər düşür? 1 saniyə düşür. Yəni, 1 saniyə, 1 saniyə, 1 saniyə. Deməli, K-dan A-ya onda nə olacaq? 1 saniyə olacaq. Təkrar edeyim. A-dan K-ya 3 bölgülü saat əqrəbi istiqamətinə fırladılıb. A-dan K-ya 3 saniyədir. Onda hər bir bölgüyə 1 saniyə düşür. Çünki A-dan K-ya 3 dənə bölgüdür. 1, 1, 1. Bunu da avtomatik bu hissə də 1 saniyə sərf olunur.
Onda deməli ümumi period, yəni A nöqtəsindən təzədən A-ya qayıdana qədər 4 saniyə keçir. Deməli periodum oldu 4 saniyə. Bizə deyir ki, sürəti tap. V bərabər 2 pi r bölünsün t düsturu ilə. Periyod düsturu ilə sürətin qiyməti tapa bilərəm. V bərabər 2 p'si 3 radiusu 12 periyodda 4. Bu da bizə nə verəcək? 6 vur 12 bölü 4. 12 bölünür 4-ə 3. 6 vur 3 yəni 18. Deməli xətt sürətinin qiyməti 18 metr bölü saniyə bərabərdir. Bu 10-cu sualın cavabı. Və sonuncu sualımız 11. Yenə radiusu bizə verib 12 metr. Deyir ki, A nöqtəsindən B nöqtəsinə 6 saniyə. İndi burada dövrü tapsaq, dövrü tapırıq 120-ni bölürük tam bucağa 360 dərəcəyə. 360 120-yə bölünür, qalır nə? 3də 1. Yəni 120 dərəcə dönürsə, çevrənin 3də 1-ni getmiş olur da. Ümumi 360 dərəcədir. 120 dərəcə dönürsə, çevrənin 3də 1-ni getmiş olur. Dövr sayı 3də 1-dir. İndi bizə xətt sürəti istəyir və eyni xətt sürətin dövr sayının düsturu V bərabər 2 pi r bölünsün t. 2 pi 3 radius 12 dövr sayı 3də 1 bölürük zamana. Zaman da 6 saniyə verib bizə şərtdə. Aha. 2 ilə 3 6, 6-lar getdi. 12 də 3də 1-ə vurduqda 12-ni bölürəm 3-ə, qiymət olur 4. Deməli, son sualda cavabımız olacaq 4 metr bölünsün saniyə. Bu da sonuncu sualın izahı oldu. Növbəti izahlarda görüşənə də özünüzdən müğayət olun yoldaşlar. Sağ olun.